Astarada itkin düşmüş balıqçıların axtarışları davam etdirilir. Bugün günorta saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin bir helikopteri də cəlb olunub. Bundan başqa hazırki axtarışlarda Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sulardan xilas etmə dövlət xidmətinin 2 dalğıc qrupu da cəlb olunub. Əfsuslar olsun ki, hazırki saatlara qədər hələ ki axtarışlar bir nəticə verməyib. Xatırladım ki, Astara rayonunun Şahağac kənd sakinləri olan Turan və Ağadərdə Həsənovlar 2 gün öncə balıq tutmaq məqsədi ilə Xəzər dənizinə gediblər və onlardan bir daha soraq almaq mümkün olmayıb. Biz çok kötüydü. 30-40 kilo suyun derinliğine gittik. Baktık yanlara, her yerine baktık. Biz Astara suyuna kadar gittik, Granisa'ya kadar. Yoktu, böyle şey görünmüyor. Onlar, elə bilirəm ki, onlar şeye çıkıblar, İran'a çıkıblar. Olur mu belə vəziyyətə düşəsiz siz özünüz balıqçı olaraq da? Səhvən, küləyin təsirindən? Çok olub. 30 metre, 40 metre güləyə düşmüşük. Bize gelmişdiler İran'dan gelen. Çıkmıştık biz. Qayıq necə qayıqdır? Bəs onu batma ehtimalı olur mu? Yok, o batmaz. Ona göre ki İran lineriydi o. Bunlar çok güzel lotkalardı. İran o lotka batanda da suyun yüzünde kalır. Batmır suyun altına. Çok güzel lotkadır o. Hər hansı bir əşyalarına, filanlarına da rast gəlmədiniz. Hiç şeye rast gelmedik. Bəs həmin uşaqlar tanıyırdınız mı? Onlar necə? Tanıyırdım, yaxşı uşaqlar, cavan uşaqlar idi, təzə evlənmişdi. Birini də uşaq oğlu olub. Bizim yanımıza çıxırlar da, bölümümüzə çıxırlar. Ümumiyyətlə belə ekstremal vəziyyətlərdə də mühərrik dayana bilər, yanacaq tutara bilər. Balıqçı hansı? Yakırını. İndi telefon tutmuyor oranı, ona göre ki kilo yanında telefon tutmuyor oranı. Çok derinde olabilir, kilo yaparım derine onun uşaqları. Telefon tutmuyor. Helikopter həmin ərazilərdə gəlir. Hamısı oradadılar, gəmilər oradadır, 2 dənə gəmi var, helikopteri var, hər şey var orada. Aktarırlar hala. Fevqala gəlib aktarır. Hava necədir? Hazırda axtarışdan gəlirsiniz və içəridə hava necədir? Hava normaldir. Qəşəngdir. Hava axtarış üçün hər bir şeydir. Burası o istiqamət külək gərək o tarafa çıxıb aparıb. İran tərəfinə. Onun üçün vertolyot bu yanlara gəzməsin. O tərəflərə getsin. Bu yanları gəzməsin də Qıraqca tərəfinə. Yəni ehtimal olar ki, İran sularına getsin. Bəli, bəli. İran mırışdı və çıxıb burası, sənin qurban olun. Bu yanları mümkün deyil, bu yanları gəzməsin. Ümumiyyətlə siz olurmu ki, küləyin təsirindən getmiş həmin ərazilərə? Bəli, bəli, getmişik. Olub da. Bəli, bəli. Bizim Belə ümumiyyətlə, bax, köməksiz vəziyyətdə mühərrik dayananda necə kömək çağırırsınız siz adətən? telefonu işləmədi, heç nə işləmədi ki, çıxdın getdin də İrana. Heç cürə. Ya o 2 gün düşən balıqçılarla Bəli. tanıyırdınız onları. Bəli, mənim dost dediyim oğlanlar, tanış uşaqlardır, məhəllə uşağıdır, kətçimdir, qardaş dediyim uşaqlardır. Yo, vermə.